aydınlaşdıraq. Yaqub kişi qol çomaklar çalanı oynayır. Ona göre ki qocalıb, torpağa əkə bilmir. Bax, birinizin atı var, çotanı yoxdur. O birinizin öküzü var, xışı yoxdur. Bir digərinin hər şeyi var, toxumu yoxdur. Bəzilərdəki torpağın öhdəsindən gələ bilmir ona görə ki, təkdir, köməyi yoxdur. Qolşomaqlar da elə bundan istifadə eləyib, öz ciblərini doldururlar. Belə getsə, biz heç bir zaman kasıbçılığın daşını ata bilməyəcəyik. Yoldaşlar, birləşsəz, işiniz asanlaşacaq. Gələcəkdə məhsulunuz bollaşacaq. Yüz aranınız yaxşılaşacaq. Bax bu barmaqlar, ayrı-ayrıqda heç nədir. Birləşəndə yumruqdur. Özü də qüvvətli yumruq. Kalxoz bax budur yoldaşlar. Yaxşı, açdı. Ay cemaat, sakit olun. Yoldaşlar, kim kalkoz tərəfdarıdırsa, keçsin bu yana. Yaxşı, bu qalxozun böyüyü, baş biləni kim olacaq? Sədri cemaat özü seçməlidir. Biz Salihi təklif eləyirik. Ay kişi, gördünüz? Gör nə deyir, qocalıb. Torpağı əkə bir-birinə baxır. Qoyun görək. Əvvəl-kəz tapmasın qara gözlərinə. Bu qalxozdan bir şey çıxmayacaq. Nə oldu Kərbəlayı? Yazıldın? Sənin sədrin mənim muzdurum idi. Mal-qaram otarardı. Elə sənin özün, dəyirmanda dənimi üydərdin. Nə tez yadından çıxdı? Kərbəlayı, vaxt vardı sənin qılıncının qəbzəsi də kəsildi. Keçdi o dövran. Atan mənim qapımın nökəri idi. Süfrəmin artığı ilə böyümüsən. Nə xoruzlanırsan, nə tez qudurdun belə. Mən qalxozsuz da keçinərəm.